Həyatımızda rənglərin rolu çox böyükdür. Həyatımızı monoton olmaqdan xilas etmək əsasən bu rənglərin vasitəsilə mümkün olur. Yaşayışımızda, geyimlərdə, tikililərdə, hər yerdə müxtəlif rənglərin işlənməsi bizə bu həyatı daha da müxtəlif edir, rəngarəng edir. Şəki Xan Sarayını təsəvvür edin. O müxtəlif rəngli şəbəkələrdən içəri düşən günəş işığı gözəl rəngarəng çalarlar yaradır. Ya rayonlarımızın müxtəlif bölgələrimizin xalça nümunələrinə baxın. Hər bir rayonun, hər bir bölgənin öz xalçaçılıq məktəbi var və xalçalarının öz kompozisiyaları var və içərisində olan ornamentlər var. Müxtəlif rənglərlə bəzədilir və toxunulur, göz oxşayır. Həmçinin ana təbiət də rənglərin içərisindədir. Hər fəsil öz rənginə malikdir. Bağçalar, bağlar. Mövlana sözü gedən qəzəlində rənglərdən ibarət gözəl bir mövzunu masa üstünə gətirir. Və bu mövzuda 1-2 beyt davam edir, söhbət edir. Fırça gözəl, əsər gözəl, iti baxışlı, nəzər gözəl. Sözlərində şəkər gözəl, giriftarlıq aman verməz mənə. Bu haqda keçən dəfə söhbət elədik. Təbiətdə olan rəngarənglikdən ilahi sevgiyə olan bir keçid və bir dərk səviyyəsini Mövlana bizə aşılayırdı. Sonrakı beytdə də maraqlıdır ki, bu beytin davamı olduğu üçün mən bu söhbəti o beytin arxasıca gətirdim. Dedi, harada sənin rəngin, harada fırçan, harada sevgin? Dedim, qoxu üstülər rəngin, yar ətri rəng verməz mənə. Burada da Mövlana deyir ki, mən qarşımdakı ilə hər hansı bir etiraz edəndir, ya da ki, yarın elə özüdür. Söhbət edərkən mənə dedi ki, görürsən, yaranışda fırça gözəldir. Bu yaranış əsəri gözəldir. Oradan yar baxışları ki, bizə baxır, onlar gözəldir. Bizimlə hətta danışır, şəkər sözləri var. Bu şəkər gözəldir. Yaxşı, bəs harada sənin rəngin? Harada sənin fırçan? Harada sevgin? Burada Mövlana deyir ki, insan özü də bu rəngə boyanmalıdır. Bu yaradılış rənginə boyanmalıdır. İstər sevgi rəngi olsun, istər məhəbbət rəngi olsun, istər mərifət və dərrakə rəngi olsun. Hətta müqəddəs kitabımız Quranda da yazılıb ki, Allahın rənginə boyanın. Belə bir ayə keçir Quranda. Allahın rəngi, yəni o ilahi dəyərlər, o gözəl ilahi insani xislətlər insanın həyatında olsa, baxan deyir ki, bu Allah adamıdır, məsələn, bu insan adamdır. Mövlana deyir ki, mən də bir məhəbbət iddiaçısı olaraq, eşq iddiaçısı olaraq qaldım bu sualın qabağında. Axı, keçən beytdə deyir sözlərində şəkər gözəl. Şirin sözlər danışır bizə. Bu yar, bu yaradan, bu təbiətin yaradıcısı, bu tablonun müəllifi. O sözlərdən biri də bu oldu. Mənə dedi ki, harada sənin rəngin, harada fırçan, harada sevgin? Amma Mövlana o əldə etdiyi baxış və o yüksək mistik düşüncə ilə, mistik dərinliklər ilə deyək ki, gözəl cavab verir. Bu təbiətin, bu yaradanın deyək ki, layiqli şagirdi olaraq almış olduğu dərsi gözəl başa düşərək bir cavab qoyur ortaya. Deyir, dedim, qoxu üstülər rəngin, yar ətri rəng verməz mənə. Mən də dedim ki, mən o qədər yarımla yaxınam, o qədər biz görüşürük, o qədər bir-birimizə yaxın oluruq ki, artıq yarın qoxusu mənə keçmişdir. Artıq mən yarın ətrin götürmüşəm və qoxu rəngi üstləyir. Rəng gözlə uzaqdan baxırsan, görürsən. Amma qoxunu vermək üçün, yar ətri vermək üçün əvvəla gərək yar ilə yaxın olasan. İkincisi də gərək onu başa düşmək istəyən də səninlə yaxın olsun ki, o qoxunu duysun, hiss etsin. Dedi, harada sənin rəngin,
harada fırçan, harada sevgin. Dedim qoxu üstlər rəngin, yar ətri rəng verməz mənə. Mövlana'nın aşıladığı dərin mistik dünya görüşündə bu təbiət tablosunu, bu rəngləri, bu fırçaları tanıdıqdan sonra biz o ilahi eşq və mərhəmət və məhəbbət sualının qarşısında qalırıq və burada bizdən də sual olunur. Sənin fırçan hanı, sənin rəngin hanı, sənin qatqın hanı bu gözəl təbiət xalçasına? Onda deyir ki, mənim qatqım bu qoxunu götürməkdir. Bu gözəllik rənglərini götürməkdir. Həyatımız gözəllik, mərhəmət və sevgi rəngi ilə bolluca dolu olsun.